Sağ ol. Can sağlığı, heç nə yoxdur. Can sağlığı, heç nə yoxdur. Çox sağ ol. Bəli, oyun baş tutur. Hatırladıram, Polisika 2-ci divizyon 4-cü sezon 2-ci turun ilk maçı. Üzr istəyirəm, 3-cü maçı Kərki komandası. Black Storm komandasına qarşı Qara Fırtına. Bugün Aras meydanda deyil. Komandanın əcəl sahibi 20-ci sezon komandasında da 3-cü sezonda möhtəşəm reaksiyalarıyla bizim futbola göz oxşayan qapıcı performansıyla futbola gözəllik qatırdı. Amma bugün meydanda deyil, onun əvəzinə isə Blackstorm komandası digər əlcək sahibinə belə desək ümid edir. Bu arada Kərki komandasına xatırladıram, yeni oyuncular var 2-ci divizyonda. Belə ilk həm elit divizyondan, həm Polisika 2-ci divizyonda Binə komandasından artıq Marco Polo və Binə komandaları yoxdur. Onların oyuncuları isə hal-hazırda Kərki komandasına mübarizə aparırlar. Səfər Əskərov və Vəli artıq Kərki komandasında 2-ci divizyonda top qovacaqlar. Son anda transfer oldu komanda. Vəli Vəlidədir. Ötürmə Ramil istiqamətinə Cəfərov qardaşlarından belə desək, ən uzunu səhv etmirəmsə Cəfərovdan məncə yaşda da, boyda da böyükdür Amil Cəfərov. Orada Nicat istiqaməti, gözəl bir pas! Oy, son anda ötürmə zərbə endirə bilərdi. Blackstorm komandasının 10 nömrəli oyuncusu Şirinlidir soyadı. Aqilin göl ötürməsi, Amil topu sinəsi ilə qəbul etdi. Uzun ötürmə, yenidən Səfər topa qəbul edə bilmədi. 16 nömrəli oyuncu zərbən indirsə də Əli ötən tur rəmzi heyətdə ən yaxşı qapıcı kimi rəmzi heyətə daxil olmuşdu. Bu arada elə adını çək. Formasında geyin Rəmzi ilə rəmzi heyətdə bir neçə dəfə olub. Özü topda sürüşür. Amil Kərki komandasından fərqli olaraq bu arada hücum həmləsi yeni qapıcıdan gözəl oyun. Kərki FK komandasından fərqli olaraq Blackstorm komandası ilk oyunda 5-4 hesab. Gözəl reaksiya. Yeni sahə kollektivi belə desək köhnə adıyla, amma qəsəbənin adı dəyişilməz olaraq qalır. Əlbəttə yeni sahə kollektivi hələ ki yeni qapıcıya ümid edir. Arazı deyəsən bəyənmədi. Səfərin ötürməsi, Aqil Hacıyev geriyə. Yenidən Səfər. Tipik 10 nömrə, tipik müdafiəçi üzr istəyirəm. Rəmzi, 7 nömrəli oyuncu ötən mövsüm Nicat Mədədovla birlikdə göz oxşayan oyunla yadda qalmışdı, amma bugün Nicat Mədədov yoxdur. Komandanın ən məhsuldar oyuncusu. Rəmzi ötürmə edə bilir. İkinci həmlə. Ceyhun. Ötürmə nedir? Şirinli. Oy, Lüsa. Top Ceyhunda qalır, amma topu itirir. Geriyə qapıcı ilə oynadı Aqil Hacıyev.
Hop. Əllə toxunur əslində. Bu sarı kartla da cəzalandırıla bilər. Bəli, elə. Bir də top çıxmamış götürsən sarı kart. Bəli. Amin. Təyinat verir oyuncuya. Bir də əllə oynasa sarı kartı bu arada Amildən gözəl hərəkətlər. İkinci həmlə. Top Amildə qalır. Ötürməyə edir son anda Şamo. Oyuncu boş gəlsən. Arxanda usta. Sən də ona yaxın. İlya. Vəlinin zərbəsi Şirinlinin düz sifətinə təmas edir, üzünə təmas edir. Hesab isə açılmıyor. Uzun ötürmə bu dəfə də Amil. Amil 20 ballıq oyuncudur, o yüzden əlbəttə Bundesliga 2-ci divizyonda mübarizə apara bilər. Elitada da Amil göz oxşayan oyunun da yadda qalır. Ən yaxşı 20 ballıq oyuncular sırasında qərarlaşıb. Ruslan isə topa toxuna bilmədi. Səfər sol cinahla oynadı Aqil Hacıyev. Aqil Hacıyev mərkəzdə Vəli. Vəli geriyə, Aqillə oynayır. Komandanın vitse-kapitanı Aqil bu epizodda isə topu uzaqlaşdırmadan başqa bir şansı yox idi. Ceyhun. Nicat, qapı boşdur. Amil dönür, vura bilər, ötürmə etdi. Çox sərt oynamışdı qapıcı, amma qapıcı zonasıdır, olar. Müdür olar. Nicat, bu da olmadı. 4 dalbadal. Agresiv hücumun qarşısına ala bilir. 20-ci sahə komandası oyuncusu Ruslan sinəsində topu dəf edir. Əli. Şaman uzun ötürmə, Ceyhun istiqamətlə başla az qala qapıya yönətmişdi topu. Əli olmasaydı. Şahid Bəhramlı da oyunu izləyir. Temp komandasının kapitanı, əlcək sahibi bir vaxtlar 2-ci divizyon çempionu olmuşdu Boston komandasında. Bu arada şuğudu topu və topu qəbul edib. Komandanın əlcək sahibi. Kəlki komandası 2 əlcək sahibi ilə Bundesliga həm elit divizyonuna, həm divizyon 2-yə qatılıb. Şimdi fərqli olaraq 2-ci divizyonda komanda Əli ilə meydana daxil olur. Elitada isə Elcan Sarıyev komandanın Bundesliganın bəlkə də top 3 ən yaxşı qapıcısından biri. 27-ci mövsümün də çempionudur. Vəli rahat keçir. Vəli sağ cinahla oynadı. Səfərin geri ötürməsi Amil. Ruslan Səfər keçə bilmir. Səfərin ötürməsi də keçmədi. Amma top Kərkəvdə komandası qalır. Hesabsa 0-0'dır xatırladıram. Top meydandadır. Top meydanı tərk etməyib Vəli. Nömrəli oyuncu topu qəbul edir. Sol cinahda Ruslan var. Özü irəliləyir. Zərbə olmadı. Bundesliga elit divizyon, həm də 2-ci divizyon yay mövsümü Sportster Arenadan fərqli olaraq artıq bu dəfə adına uyğun, yay mövsümünə uyğun bir meydançada oyunlar davam edir. Xəzər sahilinin daha doğrusu Xəzərin sahilində Xəzri Arena adlı meydançada oyunlar baş tutur və hal-hazırda hava futbol üçün çox möhtəşəmdir.
Burada meydana daxil olub 8 nömrəli oyunçu. Burun zərbəsi isə keçmədi. Ceyhun. Götürmə isə sağ istiqamətdə. Gəlki Efa komandasının ehtiyat skamyada bir azarkeşi var. Fikir verirəm, bayaqdan kimi tərifləyirsə bitirir. Amil. Hürmət keçmədi. Hələ ki, hər iki komanda qapı xəttində səhvsizdir. Söhbət əlcək sahiblərindən gedib. Yavaş yavaş. Səfər. Ötürmə edildi. Sol cila zərbə uğurdan. İkinci əmrət rəqibə geçmədi. Qapılardan günün üçüncü maçıdır. Turun da üçüncü maçıdır. Sabah da bizi Bundesliga 2. divizyon 4-cü sezon 4 maraqlı maçla şad edəcək. Bu arada keçməyə çalışır. Səfər yox. Səfər Maldini ilə qəblidir. Onu belə rahat keçmək olmur. Şimdi sol cinahla. Xəyal. Amil topu qəbul edir, amma bura şey yazdılar, çərki, bir də şey. Bir də ki, Təbriz yaz qırmızı alıb 2 sarıdan sonra şeydə, o bizim oyunumuzda. Təbriz yaz, qırmızı yaz, mən biləcəm. Bağırov, sağ cinahla oynadı. Amil ötürmə edir mərkəz xəttinə, qapı xəttinə üzr istəyirəm. Ötürmə edilir. Zərbə də qapıya endirilmişdi, amma Bılı yaz biləcəm. Black Storm. Xəyal topu qəbul edir. Zərbə! Çox yüksəkdən. Birinci sətdə bu. Şahid, nə tütün məmulatları ilə şad edə bilərsənmi? Hə, onu eləyərəm. Oy. İkinci həmlədə topu qəbul edir. Şahik, Azərbaycan neft ölkəsidir də, qaz ölkəsidir. Yandırarsın. Benim sona çıktı olsun. Gel kömürle. Ala. Aha, risk və son anda onun belə oyuncu ayaq qoydu da var.
10 nömrəli oyuncu biraz sakit oynamalıdır məncə. O həm özünə, həm komandasına mənfi təsir edə bilər. Sağ cinahla oynamaya çalışdı. Uğur topu ələ keçirir. Amil. Amilin zərbəsi isə dəqiq olmadı. Soyuqda and olsun Allah. Bəli, Xəzrə Arenada hal-hazırda temperatur bəlkə də 15 dərəcə var. bəli 10-15 dərəcə olar. Futbol üçün ideal belə bir də desək. Yəni duran üçün çox soyuqdur ha. Yaxşısa verin, yaxşısa verin. Yalan soğuk yetişin. Ruslanın zərbəsi isə Nicata təmas edərək out xəttinə yönəldi. Ruslan ikinci zərbə bu dəfə dəqiq olmadı. Həssəli, bu adam qolundan. Qadından çıxmış əzəl. Onun olmayan vaxtları oldu. Əskərdə olmuşam. Yox, əskərdə olmamışam. Mən əskəri kimi yerdə olmuşam. Səndən lazım olanı elədin. Prosta, məsəl üçün, mən qapçı kimi sənə pas vermək istəyirəmsə, ya da axırıncı oyun kimi topa yaxınlaş. Yəni, çünki o birisi oyuncu, sən top istiqamətli gəlincə, asıda gəlir də, məsəl üçün. O oyuncu gəlir axı sənə yaxınlaşır, sən topu qəbul eləməlisən. O, gələnə kimi də fikirləşməlisən. Orada vura bilərdim, hə mən? Hə, fikirləşdi ki, pas verib çıxardı da qoysunlar qapıya. O bir momentə səhv elədin, o momentə top girsəydi, mənə qapıya verir, amma cənab bizi öldürərdi. Bir də səhv elədim orada. Pas öldürəndə deyil. Açılmaq lazım. Mən çəkdən Bana futboldur, bu futbol bir dəfə oynadın, atdınsa pisi. Keçdim ya. Bir zaman çempiyon keçsəm olur. Balaqayla oynadık sonra, keçdikdən sonra biz. Sən Balaqanı tutmadı. Hə. Onlara mən neyiniydim? Təsəvvür mən keçəmdir. Ayağım uzatılmışdı qaldı. Görürsən, inşallah yavaş-yavaş. Ha, inşallah olur. Mən də şey... Yəni, öyrəşəmdir. Mən öyrəşəm. Oyun sarı. Evet, çox danışırıq ona görə. Öyle o yaxşıdır, ondan sonra. Valla yersiz danışırıq. Oy gözəl, oy gözəl! Oy oy son anda qapçı! Bəlkə qapçıdan möhtəşəm həmlə. İçəridəydi, buradan gördük. Yox, içəridəydi qaqaş, içəridəydi. İçəridəydi qaqa. İçəridəydi. Düz üstündəydi. Oy gözəl. Vəli Çərkəfə komandasında ilk qoluna imza atır.
Səhv etmirəmsə, ikinci divizionda da ilk qoluna imza atır Vəli. Köhnə Marco Pololu və köhnə Binəli. Möhtəşəm hücumu Səfər Əskərovla, köhnə komanda yoldaşı və kapitanı olduğu Səfər Əskərovla başlayan hücumu dəqiq yerinə yetirə bilir. Rəmzi bu dəfə də Ali! Şirinlinin zərbəsi bu dəfə də Ali gözəl oyunuyla göz oxşuyur. Şirinlinin ötürməsi keçdi. Ceyhun isə topa çata bilmədi. Ceyhun ilk hissənin ikinci dəqiqəsində belə desək 2 dəqiqə əvvəl üzr istəyirəm. Möhtəşəm hücumu qolla nəticələndirə bilmədi. Rəqs hücum, Aqil Hacıyev ötürməsi sol cünaha Vəli! Hesab artıq 2-0. Çərçi komandası xeyrinədir. Artıq Fəqan müəllim də Çərçi komandasının azarkeşidir. Bir vaxtlar Marco Polo'nun prezidenti, başqanı. Kim anlattı? Fərid Ələtdə. Qayğım mənəsi. O mən bilirəm ki, mən xəstələnəcəm bu. Mənə kutka zat götürməmişim. Bəli, Faiq Ağayev repertuarından mahnılar səsləndi. Şahmuradovun ifasında oyuna geri dönür. Oyun isə 1-0 hal-hazırda. Oy! Əlidən ona yaraşmayan bir səhv! Nəticələnmədi qolla. 10 nömrəli oyuncu. Buram bir sənə qəşəngdir. Qışda olarsan burada deyil, öləcəyik. Sol cinahla oynadı və nəhayət hesab bərabərləşir. Adın soruş adın. Elvin Şiyaz. SS Production'ın 10 ballıq oyuncusu üzr istəyirəm, Rəsul deyəcəm, Rauf Rəsulzadə. Soyadı heç ona yaraşmır. Möhtərəm bir şəxsin soyadı. Bəli. Azarkeşlik edir 20-ci sahə komandası kollektivinə. Səfərin zərbəsi isə keçmədi. 6 nömrəli oyuncu İlyas topa toxuna bilir. Kutlavazın şeyi vardı, Muro. Aləm qatabilir. Rauf. Ha, Muro. Başkanım ulan ben deyil. Onun kimi olur. Başkanım lan patisiyələr qayban deyil. İlk hissənin sonuna isə 1 dəqiqə qalır. Hesabsa 2-1-də hal-hazırda Çərçi komandası xeyrinə üzü. Elvin keçməyə çalışır. Aqil Hacıyev isə doğru. Düzgün oynadı desək, yanılmalar. Hava isə artıq dəyişdi. Ruslar demişkən, Aranj və Pagoda. Oy! Elvin! Bu epizodda Elvin
İlk hissə bitir, ilk hissədən sonra hesab 2 bitir, ikinci hissədə görüşərək bizdən ayrılmayın. Xəzərin sahilində, Xəzri Arenada möhtəşəm mənzərə və bu mənzərə ilə də oyunumuza davam edirik. Xatırladım, ilk hissədən sonra Kərki komandası 2-1 hesabı ilə rəqibi Blackstone komandasını məğlub edir. Çox maraqlı oyun izləyirik. Bəli, ikinci isə baş tutur. Komandalara hər iki komandaya uğurlar arzu edirik. Zədəsiz, davasız falansız ikinci isə arzu edirik. Ceyhun geriyə, qapısı ilə oynadı. Ondan əlcək sahibindən ötürməz səhv istiqamətdə idi, amma düzgün oynadı. Agil Hacıyev say gedir. Ötürmə edilir. İlyas. Ceyhun 99 nömrəli oyuncu geriyə. Elvinlə oynadı. Elvinin ötürməsi isə Rəmzi. Elvinin ötürməsi keçmədi. İkinci həmlə zərbə o da olmadı. Xəyal. Xəyalın ötürməsi isə keçmir. Rəmzi topu qəbul edir. Top meydandadır. Rəmzi. Zərbə indirir qapı istiqamətinə. Yüzlü zərbəydi, amma dəqiqlik çatmadı ondan. Xəyal. Sağ cinahla oynadı. Ötürmə edilir. Xəyal topu qəbul etməyə çalışdı. Ceyhun sürətini yığır. Ceyhun sol cinahla irəliləyir. Zərbə də endirə bilərdi, amma ötürmə edir Rəmzi orada. Yox idi. Gecikmişdi. Qışda zat oynayır Eto. Kim? Eto. Ha, Eto bu işdə yox. Nasıl oyunda peyvli zat oynayır. Amef'də oynayır. Harada? Amef. Sumqayıtda. Nasıl görürsən ki oynamır. Bəli, sol cinahla oynayır. Nicat Baxırov ötürmə edir. Ruslan son anda. Ceyhun stop etdi. Düzgün hərəkət. 4-3'ə qarşı. Elvin ötürməsi isə Amil Cəfərov topa ayaq qoya bilir. Yaxın zərbəsi keçmədi. İki oyuncu bir-birə toxundular. Kim? O 30. Agil səhv etdi bu epizodda. Əks hücum üçün həmlə yaranır, amma Agil topu qəbul edir, özü də irəliləyir. Geriyə, məni də allatdı. Məni də allatdı. Ötürmə edir. Nicat Baxırov olmadı.
Çox rahat keçir. Ceyhun ikinci həmlə sağ ayaqdır. O yüzden solla zərbə endirməyi qərar vermədi. Ceyhun Hele ki. Al karalar başla. 1. Tamam. 2. Sen gel. Çek orada. çok uzaklaştı, güclü zərbə indirdi. Cəmlə Şamo. Ruslan topu qəbul edir. Zərbə endirdi Xəyal. Top Xəyala dəyərək meydanı tərk edir. Sağ cinahda oyuncu var Xəyal. Xəyal stop edir amma topu itirdi. Ötürməsini etir Ceyhun. Geriyə oynamağa çalışdı. Amil topu qəbul edir. Amilin qapıya birbaşa zərbəsi isə zəif. Zərbə indirdi biraz qapıya. Ortaya bak. Ortaya bak. İkinci gün. İkinci gün. İlyas ötürmədir. Ruslan topu qəbul etdi. Onun üçün Ceyhun üçün topu saxlayır. Önündə Vəli var. Vəli sağ cinahla irəliyir. Ceyhunla mübarizədə qalib ayrıldı. Ötürməsini etdi. Hesab artıq 3-0. Xəyal hesabı 3-0 edir. Xəyal enerji. Hesab artıq 3-0'dır xatırladıram. Amil son anda. Çıpaha yaxşı oynadı. Əks hücum 4-ün 2-yə. Sağ cinahla oynayır. Yox. Amilin geri dönməsi ilə 99 nömrəli oyuncu ötürmə etməyə çətinliyi çəkir. Sağ cinahla Ruslanın zərbəsi isə qapıya daxil olmadı. Top əlbəttə heç qapı istiqamətinə belə getmədi. Uğur əks hücum. Uğurun ötürməsi Nicat Bağırov isə qapıya düşə bilmədi. Komandanın kapitanı. Oyunun sonunda isə 15 dəqiqə var. 15 dəqiqə isə mini futbol üçün çox böyük bir vaxtdır. Hesab dəyişə və ya bərabərləşə hətta. Şoförə qarşı cərimə olunmuşdu səhv etmirəmsə. Toptan yıkıldı. Sen olsa görmürsən. Toptan yıkıldı. Toptan yıkıldı.
Ötürmə gözəl idi Ceyhundan Elvin Şirin istiqamətinə, amma Rəmzi topu qəbul edir zərbəli. Artıq komandada yorğunluq var, söhbət 20-ci saha kollektivindən gedir. Agil isə topu qəbul etdi, amma zərbə endirə bilmədi. Yox, gündən zərbə, bəli. Nəyə etiraz edir Blackstorm komandası, onu başa düşə bilmirəm, amma top əlbəttə onlardan meydanı tərk etmişdi, bunu görməmək olmaz. Rəmzi və hesab 3-2. Elvin Şirinli hesabı 3-2 edir. Rəmzinin personal pressingi nəticə verdi. Bir vaxtlar Bundesliga 2-ci divizyon 3-cü sezonda göz oxşayan oyunuyla yadda qalmışdı. Komanda yoldaşı Nicat Mədətli ilə birlikdə. Bugün isə Nicat Mədətov meydanda yoxdur. Komandasına yardım edə bilmir. Elit divizyonda ise Taverna komandasının oyuncusu bu arada Rəmzi Əlinə düşən şansdan istifadə edə bilmədi. Hesabı bərabərləşdirmək üçün ideal imkan yaranmışdı onun üçün. Geriyə oy gözəl oynamışlar ama bir-birlərini anlaya bilmədilər son anda. Qapçı topu qəbul edir, əks hücumcu ideal şans. Hətta qapçı belə meydanı tərk edir. Ötürmə etməyə çalışdı. Top Ruslanda da top meydanı tərk etməyib. Uzun ötürmə Elvin istiqamətinə sonunda Səfər sonuncu müdafiəsi kimi topa ayaq qoya bilir. Səfərdini Nehrəmli olmasaydı İtalyan olacaqdı. İtalyan müdafiəsini Maldiniyə bənzəyir, amma burada Ceyhun ona düşən şansdan istifadə edə bilməli. Rəmzi topu ələ geçirə bilir. Rəmzi sağ cinayı ötürmə etdi. Özü də zərbə endirə bilərdi. Ötürməsi ikinci əmli ola bilərmi? Yox. Amil daha düzgün ayaq qoyur topa. Taban pası Agil Hacıyevdən Uğur istiqamətinə Uğur Məmmədov sol cinaha Nicat Bağırovun zərbəsi sonunda 20-ci saha komandasının üzr istəməyim sadə Blackstorm komandasının sahibi möhtəşəm oynadı. Yox. Burada mən də gördüm. Etiraz. Gözəl zərbə və gözəl seyf. Vurun zərbəsi isə
Elvin Şirinli topu ələ keçirir. Elvin Şirinlinin zərbəsi. Toxunuş var idi, bəli. Time out götürüldü. Bəli, time out götürüldü Black Storm komandası tərəfindən. Şahik. Ha Şahik. Gəl mənə şad elə. Neft qaz ölkəsi. Neft qaz ölkəsi. 50 manat idi 35 ilə başlamaqlar. Divi 15. O axırıncı dəfə idi. Bəli, time outdan geri döndük. Hesab saxatlardan 102 hələ ki. Şəki komandası xeyirlə zərbə endirildi Ceyhun tərəfindən. Uzun ötürmə. Vur, topa baş qoya bilir. Agil, Vəli topu qəbul edir. Cüssəsi ilə topu Ceyhun'a ötürməsinin qarşısını alır. Ruslan ötürmə edilir mərkəz xəttinə. Ruslan'ın zərbə. Oy. 3 oyuncudan top. Out xəttinə yönəldi, amma İlyas 6 nömrəli oyuncu topa ayaq qoya bilmədi. Şamon cüssəsi hesabına topun Məmmədov istiqamətinə yönəlməsinin qarşısını alır. Əks hücum. Sol cinahla oynadı. Ceyhun topu qəbul edir. Önündə Aqil Hacıyev var. Zərbə endirir. Elə topu ilə Aqil Hacıyevdən meydanı tərk etdi. Ceyhun sağ cinahla da oynaya bilərdi. Elə də etdi. Şamo topu qəbul edir. Ötürmə geriyə. Pərviz səhv etmirəmsə, bəli Pərviz. Biraz gecikir. Ötürməsi də səhv istiqamət edildi. Amma niyyəti düz idi. Bəli. Agil topa toxuna. Məndən 5 metr olur. Oy, Şamanın ötürməsi. Qapı direği. Boş qapıydı axı. Əks hücum. Elvin Şirinli sol cinahla Ceyhun'la oynaya bilər. Elə də edir Ceyhun. Qapısı ilə üz-üzədir. Zərbə indirəcək. Bəli. Hesab bərabərləşir. Black Storm. Bəli. Səfər Əskərov topu öz qapısına yönəltdi bu istiqamətdə. Taleyin onlara verdiyi şansdan istifadə etdi Black Storm qara fırtına. Hesab bərabərdir artıq. Ceyhun sağ cinahla da oynaya bilərdi. Özü mərkəz xətti ilə irəliləyir. Zərbə endirdi. Bu dəfə toxunuş var idi amma Əskərov yox. Topu bu dəfə. Nicat. Vur Məmmədov. Vur Məmmədovun ötürməsi bəli istiqamətə. Bəli! Düşə bilmədi qapıya. Biraz zədələndi də bu epizodda. Toqquşma var idi. Ruslan. Əskərov. Sola kim oynadı Səfər? Ötürmə səhv istiqamətdə oldu amma. Ruslan istiqamətlə. Ruslan artıq yorğunluq. Rıza verir 16 nömrəli oyuncuda. Aqil Hacıyev boş qapıya topu yönəldə bilmədi və əks hücumda Black Storm komandası yararlana bilir. Şamo sürüşmə fəlini edərək topu küm zərbəsinə yönəltdi. Aqil Hacıyev qapıya bu dəfə də dirək.
Ara istəməlidir, axı istəməlidir. Məmmədovun zərbəsi dəqiq olmadı. Pərviz ötürmə edildi. Nicat. Uğur, Səfər, yenidən Uğur. Yenidən geriyə Nicat. Oynadı komanda. Səfərin ötürməsi sol cinahla Mədədovla. Üzr istəyirəm Mədədov. Məmmədovla. Zərbəsi isə Mədədov. Məndən danışır deyəsəm. Ruslan. Ruslanın zərbəsi. Baxırov son ana komandanın kapitanı. Son qala kimi mübarizə apardı. Müdaxilə edə bilir topu. Hücum. Şirinli. Zərbə dəqiq olmadı. Ötürmə edə bilərdi sağ cinaha. Vəli sürüşdü. Topu qəbul edə bilmədi. Ceyhun ötürmə edir 10 nömrəli oyunçuya. Sağ cinahla Ruslanla oynayır. Ruslan ötürməsi. Ceyhun istiqamətlə sol cinahda. Ceyhun. O da yenidən Ruslana yönəltdi topu. Ruslan tələsmir. Ötürməsi isə alınmadı. Ruslan bu dəfə zərbə endirə bilərdi. Bu dəfə də etmədi. Zərbə endirdi. Amma top Nicat Bağırovdan meydanı tərk edir. Ceyhun yox amin. Bir-birlərini anlamaqda çətinlik çəkir komanda. Son dəqiqələrdə hələ ki onların xeyrinə bitmir. Şirinliyin ötürməsi bu dəfə də bir-birlərinə mane oldu. Şərki komandasının oyuncuları. Vəli sol cinahlarda oynaya bilər. Sağ cinahda Aqil Hacıyev var. Keçməyə çalışdı. Yox, heç bir şey yoxdur deyir hakim. İlyas ötürməsi sağ cinaha. Zərbə bu! Müdaxilə var idi. Alidən. Ceyhunun zərbəsi. Top Səfərovdan meydanı tərk etdi. Əskərovdan üzr istəyirəm. Səfər Əskərovdan meydanı tərk edir. Rəmzi də meydana daxil olub. Şamon sağ cinaha ötürməsi. Şirinli. Elvin Şirinli ötürmə etdi. Səfər ələ keçirir topu. Səfər özü irələməyə çalışır. Amma yox. Alınmadı. Yok. Və bəli oyun belə də bitir bu maraqlı, gözəl qarşılaşmaya görə hər iki komandaya təşəkkürlər düşür. Hesab isə 3-3.